Əgər ABŞ bunu etsə, Zelenski böyük bir qələbə qazanacaq. 12.14.16.18. Aylarla davam edən cəhdlərdən sonra irəliləyiş əldə edilmədi. İndi Ukraynada müharibənin başa çatdırılması ilə bağlı danışıqlarda artıq abstrakt çərçivələrdən söhbət getmir. Söhbət konkret kompromislərdən gedir. Axar az xəbər verir ki, bunu Ukraynanın sabiq Xarici İşlər naziri Dmitri Kuleba bildirib. Nəhayət müəyyən aydınlıq yaranır, lakin hələ euforiya üçün vaxt deyil. Deyilir ki, yalnız ərazi məsələləri həll olunmamış qalır, amma Ukraynanın qırmızı xətləri xəritələrdə qeyd olunmur. Acı tarix öyrədib ki, əsas məsələ atəşkəs xətlərinin haradan keçməsi deyil, ondan sonra nə baş verəcəyidir, deyə diplomat vurğulayıb. O qeyd edir ki, əgər ABŞ həqiqətən də Ukraynaya hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri təklif etməyə hazırdırsa, bu halda Prezident Vladimir Zelenski böyük bir qələbə qazanmış olacaq. Bu, Kiyevin 1991-ci ildə Moskvadan müstəqillik qazandığı vaxtdan bəri can atdığı və qərb tərəfdaşlarının isə davamlı olaraq verməkdən imtina etdiyi bir məsələdir. Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq, ekspert. Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. Bu sözləri Axar Azza açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələrdən danışarkən deyib. Ekspert bildirib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra hərbi xidmətlə bağlı bir sıra məsələlərə yenidən baxılması qaçılmaz idi. Biz ərazi bütövlüyümüzü təmin etdikdən sonra hərbi xidmət müddətinin azaldılması məsələsinə müraciət etməyə başlamışıq. Mən bu yanaşmanı müsbət qiymətləndirirəm və hesab edirəm ki, onsuz da biz buna gələcəyik. Bəziləri deyir ki, sülh müqaviləsi imzalanmayıb, bu necə olacaq? Mən düşünmürəm ki, burada narahatlıq üçün əsas var, hərbi xidmət müddəti azaldılmalıdır. Üzeyir Cəfərov qeyd edib ki, bu məsələdə qardaş Türkiyənin təcrübəsindən istifadə olunması və alternativ xidmət haqqında qanunun qəbul edilməsi vacibdir. Alternativ xidmət haqqında qanunun qəbulu həm Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlikdir, həm də zərurətdir. Hərbi xidmətlə həyatını bağlamaq istəyənlər onsuz da bu sahədə qalırlar. Digər sahələrə, elmə, mədəniyyətə və ya fərqli istiqamətlərə üstünlük verən insanlar isə özlərini orada reallaşdırmalıdırlar. Ekspert vurğulayıb ki, hərbi xidmət müddətinin azaldılması artıq ictimai sifarişdir və bu məsələ Milli Məclisin müvafiq komitələrində müzakirə olunur. İctimaiyyətdən gələn tələb var və deputatlar bunu Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə komitəsində müzakirə edirlər. Təbii ki, plenar iclasa çıxarılması üçün qoşun birləşmələrinin, güc strukturlarının, ictimaiyyət və QHT nümayəndələrinin iştirakı ilə geniş müzakirələr aparılmalıdır. Bu real mexanizmə çevriləcək. Üzeyir Cəfərov əlavə edib ki, regionda və dünyada baş verən proseslər hərbi xidmət modelinə yenidən baxılmasını zəruri edir. Mövcud təhlükəsizlik mühiti hərbi xidmət müddətinin azaldılmasını zəruri edir. Sadəcə, hərbi xidmətin digər komponentləri elə qurulmalıdır ki, gələcəkdə regionda baş verə biləcək hadisələr ordunun hazırlığına mənfi təsir göstərməsin.